ümumiyyətlə İslam dininin ehtiva etdiyi mahiyyət ondan ibarətdir ki, həqiqətən dində zorluq, məcburiyyət yoxdur. Çünki dinin kökü ilahi iradəyə bağlı olan bir məsələdir. Allahın varlığı və necə deyirlər, fəaliyyəti haqqında biz düşünəndə o Allah obrazına bəşəriyyəti məcbur etməyi uyğunlaşdıra bilmərik. Bu artıq orta əsrlərdə bilirsiniz ki, müxtəlif əqidə məktəbləri olubdur, cəbriyyə və s. deyək ki, fəlsəfi cərəyanlar, onlar bəziləri də əriyib gediblər ki, Allaha məcburiyyət sifəti şamil edilmişlər ki, bütün hərəkətlər Allah tərəfindən məcbur edilir insanlara, yəni insanlar ixtiyar sahibi deyil və bir növü də bu şəriət məsələlərində müxtəlif vaxtlarda özünü təzahür etdiribdir. Bəqərə surəsinin 256-cı ayəsidir. Lə ikrahə fid-din qad təbəyyənər rüşd minəl qayy. Mənası belədir ki, dində ikrah yoxdur, kərahət, məcburiyyət bir mənada. Çünki bəzən konkret olaraq məcburiyyət də demək olmaz, ikrah sözü də oradandır. Kərahət yoxdur və sonra davamında da deyir ki, rüşd yolu, həqiqət və zəlalət də aydın oldu. Yəni, hər şey müəyyənləşdi. Bəqərə surəsi Mədinə surələrindəndir. Bu, bilirsiniz, 13 il Məkkədə vəhiy nazil olub Peyğəmbərə, ondan sonra Mədinədə davam edibdir. Bunun da bir hikməti var ki, o ayələr ki, artıq əksəriyyəti nazil olmuşdu Quranın, İslamın demək olar ki, 70% artıq məlum idi. Ondan sonraki mərhələdə artıq deyir ki, bu qədər deyilənlər deyildi, da indən sonra məcburiyyət yoxdur. Bu ayənin səbəbi nüzulu var, yəni nə üçün ayələr nazil olur? Bunlara şən-i nüzul deyirlər təfsir elmində. Bunu bir çox müfəssirlər müxtəlif təfsirlər veriblər, ancaq mən bu təfsirlərin arasında əsasən ağla və elmə üstünlük verənləri həmişə seçirəm. Bu da eyni zamanda Zəməxşəri, Carullah Zəməxşəri böyük orta əsr filosof olubdur, Mütəzilə əqidəsinə mənsubdur. Bugün İslam aləmində məşhur olan iki məzhəbin hər ikisi də üləmaları həmin təfsirdən istifadə edirlər. Bəlkə də deyərdim ki, ona möhtaçdılar, çünki qrammatika elmini də müfəssəl şəkildə bilib və eyni zamanda Quranın 7 qirayət 14 rəvayəti üzrə də şərhlər veribdir. Bilirik ki, Quran-ı Kərim bir neçə qirayət üzrə oxunur. O təfsirində qeyd edir ki, Həzrəti Peyğəmbər Mədinə dövründə bu ayə ona görə nazil oldu ki, Peyğəmbərə bir çox müsəlmanlar övladlarını Mədinədə yaşayan yəhudi və xristiyanların himayəsinə vermişdilər, tərbiyəsinə vermişdilər. Çünki onların kitabı vardı, din mədəniyyəti vardı, amma İslam hələ yeni nazil olurdu. Axı, din də mədəniyyətin bir tərkib hissəsidir. Bu baxımdan buna Peyğəmbər izin vermişdi və sonra onlar gəldilər Peyğəmbərə narazılıq elədilər ki, bizim uşaqlarımız artıq dini də dəyişir. Və burada bu ayə nazil oldu ki, lə ikrahə fid-din. Dində heç bir zorlama yoxdur, dəyişir, dəyişsin. Yəni, zor etmək olmaz. İndi bir çox hədisləri gətirib Qurana zid qoymaq, bu bilirik ki, ümumiyyətlə İslamın meyarı var, ölçüsü var. Quranda da Allah buyurur ki, mən Quran indirdim, bir də mizan indirdim. Söhbət yox, hikmətdən də söhbət gedir ki, bu hikmət mövzusuna toxunulmur, bir də mizana toxunulur ki, gəlin görək bu mizan nədir? Çox təəssüf ki, bu xurafat motivli kitablarda yazır ki, mizan alma çəkən tərəzi idi, Davuda indirilmişdi. Bu gülüncdür. Allah mizan indirdi. Mizan, tərəzi Quranda bir neçə yerdə işlənir. Meyar, fəlsəfə, ağıl, şuur və ədalət, bunun işlənilməsi mexanizmi. Meyar, ağıl, düşünək görək, axı bu necə ola bilər ki, minlərlə hədis Qurana zidd olsun. Quranın özünün Quranla təfsiri var. Ola bilər bir ayət tam anlaşılmasın, digər ayələrdə həmin ayənin şərhi var. Rüşd, həddi buluq məsələsini götürək ki, Quran-ı Kərimdə uşaqların ümumiyyətlə həddi buluq yaş rəqəmlə göstərilmir. Coğrafiyalara görə yaş fərqli ola bilər. Tutaq ki, Yəməndə yetişən qız uşağı ilə Sibirdə yetişən eyni ola bilməz. Bu fərqlidir fizionomik baxımından, fiziki baxımından. Və eyni zamanda əqli kamillikdən söhbət gedir. Nisa surəsinin 6-cı ayəsində yetim malı ilə bağlı bir müqəddərat var. Orada qeyd edir ki, yetim uşaqların, əsasən qız uşaqlarından söhbət gedir. Yəni, sonradan onların mallarını özlərinə
rüşd sözü işlənir orada. Ki o həddə çatdıqdan sonra qaytarasınız ki, başqaları onların əlindən alıb bunu mənimsəməsinlər. Bu o deməkdir ki, indiki dillə desək, asan başa düşülsün. Bir şəxs məhkəmədə özünü müdafiə eləyib, varını, mirasını əlindən almış adamdan geri qaytaracaq iqtidardadırsa, artıq o rəşid həddinə çatıbdır. Bu bizim əvvəlki yazarlarımızda, məsələn, Səmən Zəminlinin, Məmməd Səid Ordubadinin əsərlərində də rast gəlmişəm. Rəşid qız sözü işlənir, rəşid sözü bizim Azərbaycan dilində işlənibdir. Nisa surəsi 4-cü ayə. Bəli, rəşid, yəni həddi buluğu bəzən çox təəssüf ki, sırf fiziki cəhətdən, yəni cinsi mənada ki, yetkinliyə çatıbdır, bu həddi buluqdur və salam bu həmləklərə də bilər. Amma bu düzgün deyil, bu rüşd həddinə çatmalıdır insan. Ağıl məsələsidir. Çox üzr istəyirəm. Bugünkü cəmiyyətimizin də aktual bir problemlərinə həmin ayə bir aydınlıq gətirir. Müşkülənim, həmin ayədə 4-cü ayədə və bütəlul yətəmə, o atalarından malı qalmış o yetim uşaqları ki böyütdünüz, onları bir imtihan edin. فَاِنْ اَنَسْتُمْ مِنْهُمْ رُشْدًا Eğer onların o rüşd yerindədirsə, o rüşd, o nedir? İslam fiqhində onun xeyrini faydasından, onun zərərini faydasından, xeyrini şərrindən bilib yetkinlik dövrüdür, o rüşd dövrü. Onu eyni zamanda, Tural müəllimdən bir sözünə mötərizə açmış olduq, nikah yaşıdır həm də. Təbii, ona görə erkən nikah, İslamda erkən nikaha yeri yoxdur. Elə ona gəlirdim ki, yəni nikah yaşıda rüşd bəzən həddi buluq sözü termin olaraq işlənilir və mahiyyət baxımından da sırf cinsi yetkinlikdir. Bu düzgün deyil. Ümumiyyətlə, evlənmə məsələsində də, əgər belə bir sual varsa ki, bu qadın İslamda nə vaxt evlənməlidir? Rüşd həddinə. Adam var, bəlkə 40 yaşında çatmayıb rüşd həddinə. Deməli, evlənə bilməz, həddi buluğa çatmayıb. Belə deyək ki, sırf burada cinsi yetkinliyin götürməsi düzgün deyil. Həmçinin bu təhsil məsələsi, ibadət məsələsində də götürək ki, məcbur edilməsi ilə bağlı o ayəni qeyd etdim, lə ikrahə fiddin. Bu sırf elə uşaqlarla bağlı nazil olubdur özü də. Elə müəllim gözəl dedi ki, o üst-üstə düşür bu məsələ. İndi məsələ ondan ibarətdir ki, məcburiyyət olmaz. Ələxüsus din könüllü bir məsələdir. Təhsildə bir qədər hardasa təkiddən söhbət gedə bilir. Məcbur ümumiyyətlə bu düzgün ifadə də deyil. Konstitusiyada müsəyaz bizdə təhsil məcburidir, icbari məcburidir. İndi o bir qədər bizim qanunda və dilimizdə işlənən icbar məcbur sözü ilə bu dini terminologiyada olan icbar məcbur sözü... Mənim yadımda düz istəyirəm, Sovet dövründə uşağını məktəbə qoymayanın evinə milis gəlirdi. Təbii ki, təhsil icbarıdır o baxım, ancaq icbarın da növləri var. Bir var döyə-döyə, işgəncə verə-verə, nə bilim, qanundan kənar hərəkətlərlə. Bir də var ki, məcbur etməyin də yolları var. Tutaq ki, onlar da fərqlidir. Bunu da mütləq şəkildə götürmək olmaz ki, elə məcbur bir növ. Xeyr, məcburiyyətin özü də cürbəcürdür. İkinci də ki, məcbur o bir qanunda ifadə olunan formada və üsulda deyək ki, bu dində də bu cür tətbiq oluna bilməz ki, onda daha bu dinin o mənəvi tərəfi, əxlaqi tərəfi, tövsiyə xarakteri, nə bilim, nəsiyyət, vəsiyyət tərəfləri artıq burada tərif olmuş olar. Ona görə də dində məhz o ayə məncə əsas elə şüar olmalıdır ki, dində ikrah yoxdur. Elə sırf Mədinədə Həzrət Peyğəmbərimizə o uşaqların məcbur edilməməsi ilə bağlı nazil olubdur ki, hətta insanlar uşaqlar əqidəsini dəyişir, başqa dinə olsun, geçsin, qəbul eləsin, burada bir problem yoxdur. Yəni, indi sonraki dövrə gəlib çatmış o bəzi məsələlər, orta əsrlərin o mühafizəkar ruhanilərinin, deyək ki, o düşüncələridir, onların zehniyyətidir ki, indi gəlibdir bir şeydən ötürü böyük bir problemə çevirirlər bu insan. İnsan azad yaradıb. Həzrət Əli də buyurur ki, səni Allah azad yaradıb, heç kimə qul olma insan. Bu baxımdan mən də hesab edirəm ki, yəni uşaqların ümumiyyətlə məcbur edilməsi söhbət dindən gedir. Biz dini baxışı ifadə edirik. Doğru deyil və bu Quran məntiqinə, Quranın vəhiy məntiqinə zidd olan bir məsələdir. Ki, məcburiyyət o vaxt yaranır ki, artıq başqa vasitələr tükənibdir. Yəni, məcburiyyətə qədər bir çox hələ nəsiyyətlər, vəsiyyətlər var. Quranın özünün ehtiva etdiyi mahiyyət ilə onu tələb eləyir ki, insana, ümumiyyətlə, uşaq olsun, böyük olsun, fərqi yoxdur, zor tətbiq olunmasın. O, hidayət yoluna, əxlaqi dəyərlərlə, təbliğatla, maarifləndirməklə gəlib çatmış olsun. Mən düşünürəm ki, ümumiyyətlə, uşaqların təhsilə də doğrudur. İndi biz qanunvericilikdə başqa, o indi vətəndaş hüquqları var, insanların təkmilləşməsi, həyata
həyatda hansısa ixtisasa peşəyə nail olması baxımından, amma ailə tərbiyəsi baxımından, ümumiyyətlə dini baxımından götürəndə elə təhsilin özünə də təşviq etmək lazımdır. Mükəlləfiyyət və məsuliyyəti biz məcburiyyətlə qarışdırmayaq. Tural müəllim. Mükəlləfiyyət başqadır, məsuliyyət başqadır, məcburiyyətdən başqadır. Məcburiyyət artıq bunların bir axırıncı mərhələsidir. İnsan mükəlləfdir, bəli, müəyyən yaş həddinə çatanda ibadət üçün də mükəlləf olur. İndi bayaq siz qeyd etdiniz, yaş həddləri var, həddi buluq var, rüşd həddi var. Bu artıq mükəlləfiyyətdir və bunun üçün də bir məsuliyyət yaranır, dini məsuliyyət yaranır, boynunda haqq yaranır. Artıq məcburiyyət bundan sonraki mərhələlərdir ki, o hansısa bir azğınlığa düşərsə, onu da məcbur eləmək olar ki, onu çəkindirəsən bu yolda. Amma biz Tural müəllim Qurandan görürük ki, hətta peyğəmbər belə olsa, onun uşaqları tərbiyədən yan keçə bilir. Məsələn, Nuh peyğəmbərin oğlu Kənan söhbətini bilirik. Sonra Yaqub peyğəmbərin uşaqlarının bir xeyli qismi qardaşlarını quyuya salacaq qədər yaramaz oldular. Peyğəmbər ailəsində tərbiyə görmüşlər. Yəni burada insanın iradə azadlığı hər halda aşkarlanır da. Tamamilə doğrudur. Burada iki istiqamət var. Bəziləri bunu qəza və qədər, təqdir anlayışına bağlayırlar ki, məsələ bir qədər də əvvələ geçsək dini inanca görə Adəm peyğəmbərin şeytan tərəfindən azdırılıb cənnətdən çıxması məsələsi ki, burada bu ilahi bir təqdir idi və yaxud da ki, insan öz iradəsindən mi bu günaha yol verdi? Burada müxtəlif təzadlar var. Təbii ki, bu dində də etiqadi məzhəblər var, fiqhi məzhəblər olduğu kimi cərəyanlar, məktəblər deyək bir qədər də buna bəlkə də kəlam məktəblər orta əsrlərdə formalaşmış, Maturidi, Əşəri, Mötəzilə və s. Bu əqidə fərqlərində müxtəlifləri var ki, Cəbriyyə dediyimiz bəziləri hesab edir ki, ancaq Allahın yazdığı ssenari əsasında bəşəriyyət hərəkət edir və bəziləri də tamamilə azad düşüncənin tərəfdarıdırlar ki, Allah yaradıb və ixtiyarla buraxıbdır insanları və yaxud da digər varlıqları ki, özləri istədikləri kimi hərəkət eləsinlər və yaxud da orta bir yol var ki, bu əsasən Əşəri Maturidi əqidələrindədir ki, müəyyən qədər məcburiyyətə də yer verir, müəyyən qədər insan iradəsinin azadlığına da hüquq verir. Bax, bu məsələlər də gəlir, ora dayanır ki, peyğəmbərlərin övladlarının da azğın yola düşmə məsələləri var ki, bax, bunlar da bir qədər, təbii ki, bu əgər ilahi yazı olsaydı, onda məsuliyyət olmamalı idi və yaxud da ki, Allahın ədalətinə xələl gətirərdi ki, insan məcbur olunubsa, əvvəldən bu alına yazılıbsa ki, bu səhv yola getməlidir. İmtahanın mənası olmaz. İmtahanın mənası olmaz, ancaq tamamilə ixtiyar da vermək, bu da düzgün deyil ki, yəni uzlaşmır ki, insan tam öz başınadır və yaxud da ki, ixtiyar sahibidir. Hardasa ilahi təqdir yazı mövcuddur, müxtəlif məhdudiyyətlərlə. Ancaq əsas iradəyə, demək olar ki, 30% təqdirdir, 70% insanın öz iradəsi və ixtiyarına buraxılıb bu məsələlər. Peyğəmbərlərin övladlarının azğın yollara düşməsi də məhz bax bu əməl. İkinci bir tərəfdən də ki, bir nümunə bəşəriyyət üçün ki, yəni Peyğəmbərin övladı da səhv yola gedə bilər. Bu da aza bilər. Peyğəmbərin övladı da ölə bilər, məsələn. Sığortalanmış deyil. Sığortalanmış deyil. Həmçinin bir azğın bir şəxsin övladı da deyək ki, gəlib bir əməli salih insan ola bilər. Bir də burada o Peyğəmbər övladlarından misal verirkən müəllimin dediyi kimi iradənin azadlığını elə Peyğəmbərin ailəsində nümayiş etdirilmiş. Təbii ki, Peyğəmbərin ailəsində məcburiyyət olmayıb. Bəli, məcburiyyət olmadığını. Məcburiyyət yoxdur. Təbii ki, bu Quran mətnlərində, ayələrində də, surələrində də var ki, Nuh Peyğəmbərin övladı, Lut Peyğəmbərin həyat yoldaşı olsun və yaxud elə öz Həzrət Peyğəmbər Məhəmməd əleyhissalamın öz necə deyərlər, yaxınları arasında da olubdur bu cür yoluna azmış insanlar. Yəni bu da təbii həyatın bir, Quranda buna indi sünnətullahdır da bu, yəni Allahın, təbiətin, kainatın bir yaradılış mexanizmi və o idarə üsulu. Bu təbii ki, ilahi bir təqdirdir, yəni bu dəyişmir. Tutaq ki, buludlar, kainat, ay, ulduz necə döyülür, bu bir nizamdır ki, Allah yaradıbdır. Bu dəyişə bilməz. Ancaq ki, dəyişən tərəflər var ki, ixtiyara buraxılıbdır. İnsanın öz iradəsi əsas rol oynayır və o iradənin nəticəsində də ki, onun boynuna məsuliyyət qoyulur. Həm bu dünyada məsuliyyət qoyulur ki, bu ibadətdən, itaətdən
indi bu İslam hüququnda müəyyən əsaslar var ki, müsəlman, iman gətirən insan, inanan insan ümumiyyətlə onlara tabi olmalıdır, əməl etməlidir. İkinci bir tərəfdən də axirət məsuliyyəti ki, o dünyada da insanın hesab verməsi, bu da onun bir mənəvi cəhətdən özünə hesabatlığı tərənnüm edir ki, ola bilər insan zahirdə müxtəlif məsuliyyət hiss eləsin, qorxsun, çəkilsin, nələrdənsə etməsin, amma daxilində o xəbis olsun, onun mənəviyyatı məhv olmuş olsun. Bunun üçün də o axirətdə hesab verəcək. Ən az o axirət qorxusuna görə deyəkmi, məsuliyyətinə görəmi bir özünü islah eləməyə çalışır. Oraya Biz nə fikrə gəldik? Uşaqlar ibadət yerlərinə gəlib orada görünə bilərlərmi? Ya qanuna görə bu ziddir. Uşaqlar ataları ilə, anaları ilə bayram namazlarına gələ bilərlərmi? Hər halda bu ailədə bir tutalım ki, əgər birində dini tərbiyə görülürsə, onlar üçün bu vacibdir. Burada diqqət edəcəyimiz xüsuslar nədir? Məsələ bu cürdür ki, Müşfiq müəllim, mən hesab edirəm ki, bu qanun hələ yeni, belə deyək ki, müzakirə olunaraq indi qəbul olunub. Mümkündür ki, bunun detalları, təfsilatı və onun necə deyirlər, tətbiqatından doğan digər məsələlər artıq sonraki mərhələlərdə gedişata uyğun ya ictimai müzakirə nəticəsindəmi və yaxud da o müxtəlif nöqsanlara görə, müxtəlif tərəflərinə görə təkmilləşdirilsin də. Nəyə görə? Çünki burada bir çox suallar da yaranır ki, bəli, tutaq ki, məcburiyyət yoxdur, təşviqlə, öz həvəsi ilə, öz xoşu ilə valideyn istəyir ki, övladını məscidə aparsın, orada nə bilim, tanış eləsin, nəsə belə. Dini tərbiyə alsın. Təbii ki, bu təşviqdir. Şübhəsiz ki, burada mən hesab edirəm ki, bir maneə yoxdur və olmamalıdır da, bu başqa şeydir. Amma o qanun qeyd olunan tərəfi sırf məcburiyyətdən doğur ki, bu da əsasən mən düşünürəm nə ilə bağlıdır. Bəzi ayinlər və bəzi din adına çıxılmış məsələlər var ki, onların heç dinin mahiyyətinə dəxli yoxdur. Həmin proseslərdə hətta çox təəssüflər olsun ki, xarici təsirlərin də burada rolu müxtəlif vaxtlarda təzahür eləyir. Hətta siyasi təsirlər nəticəsində meydana çıxmış hadisələr olur ki, həmin o ayinlərdə və yaxud da ibadət, itayət, mövlud, matəm adı qoyulmuş mərasimlərdə sırf uşaqlardan bir şüar kimi, bir alət kimi istifadə olunur. Onlar aparılır həmin ibadət ocaqlarına, ziyarət yerlərinə və s. yerlərə önə buraxılır. Onların hansısa deyək ki, o uşaqlığından o məsələdə istifadə olunur. Və yaxud da təhsildən yayındırılır, hicabı bəhanə eləyirlər, uşaqları məktəbə qoymurlar. Bax, bu doğru deyil. Hesab edirəm ki, bu tərəflərini qanunla tənzimləmək lazımdır. Yoxsa insanın məscidə uşağın getməsi, biz də getmişik, obusilər də gedibdir. Burada bir maneçilik olmamalıdır. Olmayacaq da hesab edirəm ki, İslamın uşaqlara verdiyi dəyər isə daha böyükdür. Yəni, Quran-ı Kərimdə bilirsiniz, əsas nazil olma səbəblərindən biri uşaqları torpağa bastırırlar, qız uşaqlarını, ərəblər. Orada hətta ayədə buyurur ki, və izəl məvudətü suilət bi eyyi zəmbin qutilət. Allah həya eləyir, hətta Allah o qədər nifrət eləyir ki, o uşağı torpağa bastırana məhkəmədə onun üzünə baxıb özündən sorğu sorulmayacaq. Zərər çəkmişdən soruşulacaq. Amma adətən bir qatildən soruşulmalı ki, nə üçün öldürdün? Deyir ki, o uşaqdan soruşulacağı gün ki, hansı günahına görə öldürüldü? Bu dəyəri verən uşağa İslam, övlada, körpüyə, qız uşağına xilas eləyən, onu torpağa dəfn olunmaqdan təbii ki, insana, qadına, ümumiyyətlə, bəşərə verdiyi dəyər daha alidir. Dini tərbiyə ideologiya ilə qarışdırılmamalıdır. Valideyn dini tərbiyə adı altında uşağı əgər o dini, belə deyək, dini tərbiyə adı altında uşağı əgər o ideologiyaya və ya məzhəbçiliyə, radikallığa, o dində yeri olmayan o ifratlara ona kökləyirsə uşağı, o zaman valideyn bir cinayət işlədiyinin fərqinə varmalıdır. Çünki o öyrətdiyi o ideologiya dinin özü deyil. Təbii ki, yad ideologiyalara yol vermək olmaz ki, uşağın beyninə yer edilsin. Xüsusən də siyasi ideologiyalar. Din məsələsinə qaldıqda da mötədil İslam ənənələri, ümumiyyətlə dinlər, tək İslam yoxdur. Şimdi biz ölkəmizdə bir çox dinlər, dini konfessiyalar var. Fərqi yoxdur. Yəni, möhtədil şəkildə bunlar anladılmalıdır. Bəzən bu ənənəvi din deyirlər, ənənəvi İslam deyirlər. Mən
onun da əleyhinəyəm ki, elə şeylər var ki, ənənəmizdə o yanlış olubdur. İndi biz bunun adını ənənəvi qoyub gətirib yenidən də bu gün başlayara bilmərik ki, və yaxud da başqa bir xurafatlara biri-birinin qabını sındırırmış elə yerlər olub ki, bu filan məsələ. Ondan yedi. Ondan yedi. İndi biz durub bunu gətirək ki, yox, bu bizim nədir, ənənəvi İslamımızdır. Xeyr, elə lazım deyil biz elə deyin. Bu gün biz mötədil, elmi, mədəni, çünki dinin bir tərəfi də mədəniyyətdir, əxlaqdır, mənəviyyatdır. Biz bax bu tərəfləri zəngin olan bir dinimizi və milli İslam modelimi deyək, milli din modelimi deyək, öz modelimizi necə deyirlər, inkişaf elətdirməliyik ki, bizim övladlarımız da tərbiyələnsinlər.